Bunun tikdiyi məktəb nə olacaq? Hələ özü kimi. Müsəlman biraz etirazını sosial şəbəkələr izləyin. Mən də adını deyə bilərəm. İsfəndiyar, Şərurlu İsfəndiyar. Vurun, görün nə danışır YouTube-da. Məscidi söküb, məscidin yerində sən nə eləmək istəyirsən? Məktəb tikmək istəyirsən. Məktəb tikmək istəyir. Yenə də deyirəm, məktəb tikmək istəyirsən, öz binalarından, qazandığı milyonlarla məktəb tikir. Bir də məktəb tikmirsən, yox. Bir həftə bundan qabaq, düz bir həftə bundan qabaq, bir nəfər milyarder belə bir ifadə işlətdi ki, mənim imkanım olsa, mən məscidləri söküb, məktəb tikdirərəm. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikir. Hətta bəli. İndi Allah Qur'an-ı Kərimdə buyurur ki, Allahdan qorxanlar məscid bina eləyə bilərlər, məscid təmir eləyə bilərlər. Yəni sən nə Allahdan qorxursan, nə millətin qəzəbindən çəkinirsən ki, yenə də mi 37-ci ili, yenə də o məscid sökənlər kimi sən də məktəb tikmək adı ilə məscid söküb. Sənin pulun ola bilər. Milyonun da, milyardın da ola bilər. Amma imansızları ələ ala bilərsən. Amma iman əhlini sən heç vaxt heç nə eləyə bilməzsən. Və məscid sökmək ancaq kafirin işidir. Məscid Allahın evini bərpa eləməyə məscid sökmək istəyirlər. Məscid xaraba qoymaq istəyirlər. Məscid xaraba qoyanların öz evləri abad oldu. Onlar da xaraba qaldı. Onlar da xaraba qaldı. Özü necə öldülər ha? Heyvandan da beşbətər ölümləri oldu. Heyvandan da beşbətər ölümləri oldu. Məktəb tikmək istəyirsən, öz bina tikəndir də o adam. 15, 18, 20, 24, 22 mərtəbə binalar. Hələ o binaların yerində tik də məktəb. Məktəb istəmirsə tik məktəb. Heç kim buna etiraz eləmir. Amma niyə məscidi söküb, məscidin yerində sən nə eləmək istəyirsən? Məktəb tikmək istəyirsən. O qədər təmir olmaq ehtiyacı olan məktəblər var ki, onları təmir elə günə. O qədər insanlar var ki, onlara ehtiyac duyulur ki, tələbə yetişdirməyə, tələbə yetişdir. Məsələlərə bu vəziyyətə istiqamətdə həll elə günə. Yox, məscidi söküb, məscidin yerində başqa bir məktəb. Əgər onu istəmə edilmirsə, məscidin elə yanında, məscidin yaxınlığında mədrəsələr olsun. Məscidin yaxınlığında, nə bilim, dini təlimlər olsun, təlimlər keçsin, insanlar maariflənsin, dinin və İslamın nə olduğunu bilsinlər. Bunu deyim, əhsən, yox, məscid sökmək istəyirsən. Bugün də çox maraqlıdır ki, heç bir yerdə bu sözlər danışılmadı, deyilmədi, bir etiraz olunmadı ki, buna etiraz bilinməlidir ki, necə yəni, sən bugün nə istəyirsən, yenə deyirəm, 37-yə qayıtmaq istəyirsənmi, Sovet rejiminə qayıtmaq istəyirsənmi, ateist dövrünə qayıtmaq istəyirsənmi, kommunist dövrünə qayıtmaq istəyirsən, qaytarmaq istəyirsən. Məscid insanların mənəvi qida alması üçün, insanlar rahatlıq tapması üçün bir ocaqdır, bir məkandır, bir yerdir, Allahın evidir, secdə olunan yerdir bu. Allahın secdə olan yerini söküb, deməli bu insanlıqdan çıxmış bir insandır. O nə qədər gerək aşağı olsun ki, bu insan məscidi sökmək istəsin. Məscidi Allahın evini abad eləmək, xaraba qoymaq istəyir. Mən də bir söz deyim. Bir insan ki, bu düşüncələrdə varsa, onun evi xaraba olacaq. Mütləqa. Olsa da ki, evi xaraba da xəbəri yox. Bir insan düşünməlidir, bu insan bilməlidir ki, bu haram hansı? Çünki Azərbaycanın 90% müsəlmandır. 90% müsəlman olan bir yerdə bugün məscid sökmək mi olur? Avropada bugün məscidlər tikilir. Almaniyada, Fransada, Avropanın mərkəzlərində məscidlər tikilirlər ki, müsəlman ibadətgahlar olsun, müsəlmanlar rahat gedib orada ibadət eləsin. Amma bugün görürsən ki, həmin bir nəfər çıxır, milyarder, milyonçudur, bilməm nədir, həmin məscidləri sökmək istəyir. Və o yerində dini ocaqları söküb, məktəb tikmək istəyir. Yenə də deyirəm, məktəb tikmək istəyirsən, öz binalarından, qazandığı milyonlarla məktəb tikir. Bir də məktəb tikmirsən, yox. O binanın yerinə ondan bina tikmirsən, misal deyirəm, ondan yoxa çoxdur. Ondan binanı tikmə, 9 dənə tikinə, birini məktəb tikir. Niyə məscid?
O sual verir özü ki, bu adam niyə görə məscid dedi? Niyə görə başqa bir şey demədi? Məsələn, o qədər, məsələn, niyə görə zavod demədi, fabrik demədi? Niyə məscid? Niyə məscidi sökməlisən sən? Mənə bir ixtiyar versə, Allah eləməsə sənə ixtiyar verirsin. Allah sənin kimləri aradan aparsın ki, bizim başımıza da o bəlaları getirə bilməsin. Yəni, bu məsələlər var burada. Bugün görürsünüz ki, danışan yox, deyən yox, heç etiraz eləyən yox ki, balam bu etirazlarını insan bildirməlidir ki, müsəlmanlıq, biz müsəlmançılığımızda möhkəm olmalı. Amma heç kim danışmır. Heç kim nə lazımlı dairələr ki, danışmırlar. Biz de bir həftə gözlədik. Görək ki, bəlkə biri danışar deyə, heç kim danışmır. Amma biz deyirik sözümüz ki, bu çıxışlara, bu cür ifadələrə, bu cür məscid və məscid əhlilərə, müsəlman və müsəlman əhlinə bir təhqirdir. Bu yol verilməzdir əlbəttə ki.